Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bəndə Gəncə müsəlmanları, məxsusən Gəncə dindarları adından Alma qəzetində məlum məqaləyə kəskin etirazımızı bildiririk. Bu işi məhkum edirik, lənətləyirik bu işi görənləri. Əlbəttə ki, tarix boyu çox olubdur. Onda peyğəmbərlərə, imamlara həmişə sataşanlar, onlara hər hansı nalayiq sözlər deyənlər həmişə Allah Taala tərəfindən elə bir bəlalara düçar olublar ki, xalq içində, cəmaət içində çıxmağa utanıblar. Biz də Allah Taaladan, bütün müsəlmanlar adından, Allah Taaladan arzu edirik ki, Allah Taaladan istəyirik ki, onlara öz lənətini elə yağdırsın ki, onlar doğrudan da dərmanı tapılmayan dərdlərə düşsünlər. Bu işin arxasında olanlar, bu işi törədənlər məlum məsələdir, kimlərdir? Bu günləri bizim düşmənlərimiz qalıb qıraqda, bizim erməni kimi düşmənlərimiz qalıb qıraqda, biz Peyğəmbərlə bu günləri başlamışıq mübarizə aparmağa. Elə görəsən, bəlkə elə bunların özləridir bizim elə bu ermənilər. Bəlkə də bu bizim ermənilər elə bunların özləridir. Və yaxud da ki, bunların arxasında ermənilərin əlləri vardır. Mənim buna şəkkim yoxdur. Doğrudan da bu günləri belə bir məmləkətdə yaşayırıq ki, bu məmləkətdə məscidlər sökülür, bu məmləkətdə azanlara, hicablara qadağalar qoyulur, dindarlar haqsız yerə tutulurlar, bəziləri sürgün olur. Belə bir məmləkətdə mənim üçün doğrudan da bu şeyə çevrilibdir, təəccüblü bir məsələ deyil. Hələ İnşallah ki, elə demək olmaz, qabaqdan görəsən hansı hadisələr bizi gözləyir, Allah bilir ki, Allah bizi o fitnələrdən qorusun. Bizdə olan məlumata görə bu adam güya üzr istəyibdir. Bu üzr sayılmır öz oxucularından. Geçsin öz arxasında dayananlara, öz böyüklərindən üzr istəsin. Biz bunu üzr saymırıq. Bu güc tutuqlarından istəyirik ki, bu qəzetə ən azı bağlasınlar, biz bununla razılaşa bilərik. Biz hələ buna üzr baxarıq, üzr bilərik. Bunu ciddi yanaşsınlar bu məsələ ilə və bu qəzet tezliklə bağlanmağını istəyirik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.